Mən Gəncədə toylar oxuyuram. Gəncə mənim də elim obamdır. Azərbaycanımın gözəl bir şəhəridir, yeridir. İcazə alıb Gəncəyə getməliyəm mən. Gəncədə yaşayıb Gəncənin adını batıranlar utansın. Mən niyə utanıram ki? Və mən harasa gedəndə kimdənsə icazə almıram. Ayıb olsun ki, heç nəyi bilmədən müzakirə edirsiniz. Başa düşdünüz nə deyirəm? Bu günlərim ailə müğənnisi deyirsiniz. Mən sizə göstərəcəm ailə müğənnisi necə olur və mən hansı ailələrdə oxumuşam, necə oxumuşam. Mən heç vaxt heç nəyi paylaşmamışam, amma susmayacağım da. Hamının dili olduğu kimi mənim də dilim var. Hamının sübutu olduğu kimi mənim də sübutum var. Mən gizlin həyat yaşamamışam, mən göz önündə olan həyat yaşamışam. Bir bəy bir qadını aldadırsa, bir bəy öz ağzından çıxan sözü danırsa, orada xanımın heç bir problemi yoxdur. Xanım zəifdir, xanım zərifdir. Başa düşdünüz? Özünü subay kimi təqdim eləyən bir oğlana, sonra çıxıb ailəm, uşağım deyən bir oğlana mən nə deyə bilərəm? Nə deyə bilərəm də? Özü bir dəfə yox, 2 dəfə ailəli olub. 18 ildə də ikinci yoldaşından yaşayıb. İndi siz araşdırın, görün paylaşılan birinci yoldaşıdırmı, ikinci yoldaşıdırmı? Mənim haqqımda heç kim artıq əksik danışmasın.